Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sen verilişinin iştirakçısı Aygün TikTok'ta canlı yayım zamanı ailələrində olan problemlərdən danışıb. Həmin görüntüləri sizlərə təqdim edirik. Heç kimin də heç kimə yazığı gəlməsin. Bilib bilmədən danışmayın, yaxşı mı? Bilib bilmədən danışmayın. Hər şey yolundadır, şükür Allaha. Verdim gülü, verdim. İnsan özünü yazıq kimi aparmalı deyil. Nədənsə istifadə eləməli deyil. Başa düşürsünüz? 440 nəfər canlı var. Canlımda insan var. Mən də çox şey bilirəm. Mən də çox şey danışa bilərəm. Mən öz abrımı, hayamı gözləyirəm. Başqa heç nə. Başa düşürsünüz? Nə danışılır, danışsın da. Zahir mənim də sağ olsun sözünü dedi. Necə lazımdı sözünü dedi. Kübrə xanım da necə lazımdı sözünü dedi. Sağ olsunlar, var olsunlar. Allah razı olsun. Hər ana ola bilməz, hər ata ola bilməz. Əlbəttə ki, Kübrə xanım necə lazımdı sözünü dedi. İnsan insanı başa düşməlidir də. Ər-arvad arasında küsərik də, barışarıq da, ayrılarıq da. Elə insanlar var, minokkadan çıxırlar. Gedib onlardan danışan yoxdur. Ancaq Aygün Aslan, bəsdirində, yığışında da özünüzə. Mənim valideynlərim belə şeyləri görürlər efirdə. Olmaz, biabırçılıqdır. Başa düşürsünüz? Bizim də qohum əqrəbə nəsil kök var. Kim Aygünə böhtan atır, kim Aygünün dalıcan danışır. Məhərrəmli yayına tapşırmışam. Hərə get öz işi ilə məşğul olsun. Yaxşı mı? Allahdan qorxunuz, Allahınız varsa, bilib bilmədən danışmayın, yaxşı?